Aha, indi isə sizə alkenlərin alınması və xassələr haqqında danışmaq istəyirəm. Deməli, alkenlər iki cür alınır, həm sənayedə, həm laboratoriyada. Birinci, neft məhsullarının krekingi. Birinci, neft məhsullarının krekingi. Bu bir. Bu kreking necə olur uşaqlar? Neft məhsullarının krekingi zamanı biz ki neftin tərkibinə daxil karbonhidrogenlər iri molekullardır və onlar parçalanır, kiçik molekul alkenlərə çevrilir. Məsələn, C16H74-ü götürək biz sizlə. Parçalanması zamanı C8H18 bir oktan C8H deməli 10 deyilən oktan maddəsi əmələ gəlir. Bu birinci. İkinci alınmamız. İkinci alınmamız odur ki, alkanların dehidrogenləşməsi zamanı. Alkanlar dehidrogenləşməsi yüksək katalytik reaksiyada dehidrogenləşməsi zamanı deməli alkenlərə çevrilir. Məsələn, etandan etenin əmələ gəlməsi və yaxud da başqa bir nümunə göstərə bilərəm. Propanın dehidrogenləşməsi zamanı propen əmələ gəlir. Daha sonra isə metan, dördüncü alını deyirəm, 550-650 dərəcə Selsidə parçalanır C2H4-də və hidrogen qazını ayırır, əmələ gətirir. Bu oldu bizim hansı alınmamız? Sənayedə alınma metodumuz. İndi isə biz sizlə keçdik bunların laboratoriyada alınmasına. Laboratoriyanın sənayini seçmək asan olacaq sizə. Harada qələvi metallar var, harada turşular var, harada halogenlər var. Bu laboratoriyada, harada təkcə karbon və hidrogendən, krekingdən danışırıqsa, bunlar sənayedir. Birinci, alkenlər laboratoriyada almaqdan ötəri, deməli, monohalogenli alkanlardan istifadə edirik. Monohalogenli, bax, keçdik laboratoriyada alınmasına. Biz deyirik buna laboratoriyada. Məsəl üçün, monohalogenli törəməsi, məsələn, etil xloridi götürürəm. Onun üzərinə gəlirəm kalium OH-ın və ya natrium OH-ın suda deyil, spirtdə məhlulu. Kalium xloru apardı. OH da digər hidrogeni apardı. Bu zaman kalium xlor, su və əmələ gəldi eten. Yadda saxlayın. Deməli, xlor çıxdı mı kaliumdan, OH da onun yanında qonşu olan karbondan hidrogenini ayırır, çıxardır. Və yaxud da başqa bir nümunə göstərə bilərəm sizə. Məsəl üçün CH3, CH2, CH2, xlor. Yenə üzərinə gəlirəm kalium OH-ın spirtdə məhlulunu. Kalium nə yapardı? Xloru apardı. Üzərinə gələk OH da onun bölündə hidrogeni apardı, su. Üzərinə gələk CH3, CH, deməli 2 qat rabitə CH2 və belə bizim hansı birləşməmiz əmələ gəldi? Propen birləşməmiz yarandı. Və sizə bir qəşəng metodda izah edeyim. Məsəl üçün, ola bilsin ki, 2 xlorpropan deyil, 1 xlorpropan deyil, 2 xlorpropandan bax belə söhbət getdi. Üzərinə gələk kalium OH-ın spirtdə məhlulundan kalium xloru apardı yenə də. Üzərinə gələk, deməli, göründüyü kimi bu reaksiyada molekulda həm hidrogen, həm də halogen atomdan ayrılması ilə gedir də, görürsünüz. Eyni sulla həm bir xlorpropan, həm də 2 xlorpropandan propeni almaq mümkündür. OH ya bu biri, ya da digər hidrogeni qopardaraq su çıxardır. Üzərinə gələk CH2, 2 qat rabitə CH, CH3 və sual yarana bilər. Deməli, birdən qarşımıza elə, məsələn, mən sizə başqa bir nümunə yazım. 2 brom, məsələn, butan. Kalium hidroksid spirtdə məhlulun qarşılıqlı təsiri zamanı alken alınır ki, hidrogen atomu, halogen atomu birləşdiyi karbon atomunun qonşuluğunda ən az hidrogeni olan karbondan çıxmalıdır. Yəni, bax, bu sual çox vacib sözlərdən biridir. Diqqətli olun. Məsəl üçün, gəlib qabağımıza çıxa bilər ki, CH3, CH2, məsələn, CH xlor, CH3. Üzərinə gələk yenə kalium OH-ın spirtdə məhlulu. Kalium burada nə yapardı? Xloru apardı. Üzərinə gələk OH, bu hidrogeni apardı, su əmələ gəldi. Üzərinə gələk CH3, CH2 qat rabitə və buten 2-nin alındığını
biz müəyyən elədik. Deməli, bax, mən sizə nə demək istəyirəm? Kalium xloru apardı. OH hidrogeni ebi xlor birləşən karbonun bölündə olan buradan yox. Bundan yox. Hidrogeni az olan hidrogeni götürür. Yəni, bax, buna çox xahiş edirəm, diqqətlə fikir verəsiniz. Yəni, bir də deyirəm, hidrogen gedəndə hardan gedir? Hidrogeni az olan karbon atomundan gedir. Sonra keçdik ikinci alınma metodumuza. İkinci alınma metodumuz nədir laboratoriyada? Spirtlərin dehidratlaşması. Özdə, mən sizə deyim, 140-180 dərəcə aralığında dehidratlaşmadır bu və katalizator kimi sulfat turşusundan, qatı sulfat turşusundan istifadə olunur. 140-180 dərəcə aralığında, yəni temperatur 140-dan yuxarıda olmalıdır. OH buradan, hidrogen buradan, buna deyirlər dehidratlaşma. Üzərinə gələk CH2, 2 qat rabitə CH2. Deməli, suyun çıxması dehidratlaşma, hidrogenin çıxması dehidrogenləşmədir. Məsəl üçün, başqa bir nümunə, bu birinci nümunədir, ikinci nümunəni göstəririk. Məsəl üçün, CH, məsələn, OH, CH3. Üzərinə gələk. Elə bil ki, temperatur 140-dan yuxarıdadır. OH buradan çıxır, H buradan çıxır, su. Üstə gələk CH2, 2 qat rabitə CH, CH3 və yenə də propen alındığını biz nə qardıq? Müşahidə elədik. Yenə də qabağımıza elə bir şey çıxa bilər ki, sual yarana bilər ki, sizə. Məsəl üçün, gəlin baxaq, bir nümunə göstərim sizə. Tutalım ki, qabağımıza çıxdı hər hansı bir spirt. Hidrogen elə bil ki, CH2, CH3 və sual yaranır. OH-ı bildik ki, OH hardan çıxır? Hamımız bildik ki, OH buradan çıxır. Bəs hidrogen hardan çıxır? CH3-dan yoxsa CH2-dən? Hidrogeni az olandan, yəni bax buradan çıxır. Su, üstə gələk CH3, CH, 2 qat rabitə CH, CH3. Və alınan birləşmənin adı nə olur? Alınan birləşmənin adı olur buten 2 birləşməsi. Bax belə uşaqlar. Yenə də hidrogen çıxanda hidrogeni az olandan çıxır. Sonra alkenləri hansı ayrı üsulla ala bilərik? Hidrogenlərin, alkenlərin alınma üsullarla biri də dihalogenli törəmələrinə sink metalla təsir eləməklə alınmasıdır. Bax, gəlin ona da bir dənə sizlə bərabər diqqətli fikir verəyin. Məsəl üçün, mən yazıram ki, üçüncü alınma metodundan söhbət gedir. Yəni, məsəl üçün, dihalogeni törəmələrdə xlorlar mütləq və yaxud da bromlar mütləq qonşu olmalıdır. Sink ilə təsir etdi. Sink xlorları nə ayırır? Apardı. Sink xlor 2 üzərinə gələk CH2, 2 qat rabitə CH2. Yəqin ki, mən nə demək istədiyimi anladınız. Halogen atomlar qonşu karbon atomlarının olan alkanların dihalogeni törəmələri sink və maqnezium metalla təsir etdiyi də alınması mümkündür. Məsəl üçün, başqa bir nümunə üzərində misal çəkək. CH2 xlor, CH xlor, CH3, üzərinə gələk sink. Yenə sink xlorları nə vardı? Apardı sink xlor 2, üzərinə gələk CH2, 2 qat rabitə CH, CH3. Amma siz nəyə fikir verin? Çox xahiş edirəm ki, fikir verin ki, halogenlər qonşu olsun. Halogenlər qəti şəkildə bir-birlərindən aralı olmasın. Bax, görürsünüz, halogenlər burada bir-birlərindən aralıdırlar. Bir var, halogenlər burada qonşudular, fikir versiniz. Bir də var, aralıdırlar. Buradan nə alınır? Sink xlor 2 alınır. Üzərinə gələk neçə bucaq əmələ gəldi? 3 bucaq əmələ gəldi. Və buradan nə əmələ gəldi? Siklopropan yarandı. Bax belə, buradan siklopropan əmələ gəldi. Bu qədər. Yəni, buna deyirik alkenlərin alınması. İndi isə keçdik alkenlərin fiziki xassəsinə. İstəyirəm bir balaca fiziki xassələr haqqında da sizə məlumat verirəm uşaqlar. Fiziki xassələri nədir? Ümumiyyətlə, alkenlər fiziki rəngsiz, iksiz, dadsız qazlardır. Su təhlil olunur. Su ilə hidrogen rabitəsi əmələ gətirmirlər. Nəinki suda polyar həll edicilərin heç birində həll olmurlar, amma qeyri-polyar həll edicilərdə həll olurlar, çünki özləri qeyri-polyar molekullardır. Deməli, onların ilk 4 nümayəndəsi aqreqat halına görə qazdır, digər nümayəndələr maye, digərləri isə bərk haldadırlar. Yuxarıdan aşağıya düşdükcə də deməli, emer artdıqca qaynama temperaturu, sıxlığı, hətta deyərdim ki, izomerlərin sayı da ağarmağa başlayır, artmağa başlayır. Bir də izomerlər demişkən, şaxəli və şaxəsiz izomerləri var. Məsəl üçün, mən sizə bir nümunə deyim. Biri var, mən sizə
buten 1 deyirəm. Bax belə bir şey deyirəm. Mən bunu keçən dəfə deməmişdim. Bax bir dənə də var 2 metil propen. Bax ikisi də bir-birinin quruluş izomerdir. Bu da S4H8-dir. Bu da S4H8-dir. Bunun deməli T1 eyni temperatur götürən, bunu T2. Hansının qaynama temperaturu yüksəkdir? T1-in qaynama temperaturu T2-dən yüksəkdir. Bir sözlə şax əsidlərin qaynama temperaturları şaxələrin qaynama temperaturlarından üstün olur. İndi isə keçdik biz sizlə, deməli, hətta etendən deməli nə zaman istifadə edirlər? Deməli, yetişməmiş meyvələri xaricdən başqa ölkələrə apardıqda, deməli, həmişə meyvələri yetişməmiş şəkildə maşınlara yığılır, ambarlarına yığılır, havasız mühitdə və oraya etilen qazı vurulur ki, meyvə gəlib çatana qədər xarab olmasın və yetişmiş vəziyyətdə gəlib çata bilsin. Amma hər dəfə bu meyvələri aldıqdan sonra mütləq qabıqlarını dərindən yumaq lazımdır ki, insanlarda fəsad verməsin. Sonra, indi isə gəldik kimyəvi xassəsi. Alkanlardan fərqli olaraq alkenlər, deməli, kimyəvi xassəsi odur ki, birləşmə polimerləşmə reaksiyasına rahat girir və buna səbəb pi sisteminin olmasıdır. Birləşmə polikondensləşmə nəticəsində pi sistemi qırılır. Bir rabitə sigma rabitədən daha davamsız olduğuna görə kimyəvi reaksiyalar zamanı alkenlərin molekullarında olan bu rabitələr asanlıqla qırılır və doymamış karbohidrogenlər doymuş karbohidrogenlərə rahatlıqla çevrilə bilir. Və kimyəvi xassənin birinci xüsusiyyəti onun birləşmə reaksiyasıdır. Birləşmə reaksiyası hidrogenin köməyi ilə, halogenlərin köməyi ilə, hidrogen halogentlərin köməyi ilə və suyun iştirakı ilə baş verir. Hidrogenləşmədir, oksidləşmədir, hidratlaşmadır, katalitikdir. Yanma reaksiyaları və bromla adşirat reaksiya girmək isə katalizatorsuz gedən reaksiyalardır. Birincisi, məsələn, mən yazıram eten, üstünə gələk xlor 2. Bax, gördüyünüz kimi pi sistemi qırılır. Pi sistemi qırılandan sonra hər qola bir xlor birləşir. Və beləliklə 1-2 dixlor eten alıram. Etan alıram, eten nədir? Və yaxud da propeni götürək sizinlə. Üstünə xlor 2 gəlim. Yenə də qırılır, qollar qırılır və hər qola bir xlor birləşərək alkenlərdən alkanların çevrilməsinə biz şahidi oluruq. Hidrogenləşmə doymuş karbohidrogenlərə nə ayrılırlar, çevrilirlər çox rahat şəkildə. Məsəl üçün, gəlin baxaq. Eteni hidrogenləşdirirəm. Bu zaman yenə pi sistemi qırılır. Pi sistemi qırıldığı anda biz nəyə çevrilirik? Etana çevrilirik. Eyni zamanda hidrogen halogentləri də özlərini bu cürə birləşdirmə qabiliyyətinə malikdirlər. Məsələn, hidrogen halogentləri birləşdirəndə pi sistemi qırılır. Hidrogen birinə xlor birinə birləşir. CH3, CH2 etil xlor deyilən bir birləşmə əmələ gəlir. Bax belə. Sonra isə gəldi əsas məsələ nəyə? Alkenlər tarixən həmçinin olefinlər adlandırılırlar. Buna səbəb alkenlərdə ilk nümayəndəsinin xlor və bromo reaksiyasına yağa bənzər məhsulların əmələ gəlməsi ilə müşahidə olunmasıdır. Eyni zamanda uşaqlar, deməli, indi isə gəldi alkenlərin deməli hansı xüsusiyyətlərinə. Hidrogen, deməli, alkenlər hidratlaşanda eyni zamanda spirtlərə çevrilirlər. Hidrogen halogentlərin alkenlərlə birləşməsi də eyni qayda ilə gedir. Reaksiya zamanı pi rabitə qırılır, hidrogen birinə, halogen birinə gedir. Amma burada bir balaca Markovnikov qaydası özünü göstərir. Gəlin birdən ona baxaq. H-bromun etilenlə birləşməsi reaksiyası misalında hidrogen halogentlərdə alkenlərlə birləşmə reaksiyası mexanizmini araşdıraq. Gəlin görək, məsəl üçün, bu reaksiya, bax, gördüyümüz kimi bu reaksiya necə baş verir? CH2, 2 qat CH2, üstə gələk H-brom reaksiyası necə baş verir? H-brom molekulla brom atomunun elektron mənfili çox olduğundan kimyəvi rabitənin elektron sıxlığını özünə tərəf cəzb edir. Yəni, bu mənfi, bu isə müsbət olur, belə deyək. Bu səbəbdən brom atomu qismən mənfi, hidrogenda, bax, gördüyümüz kimi qismən müsbət yüklənmiş olur. Polyar rabitədir. Reaksiya zamanı molekulda olan rabitə heterolitik qırılma mexanizmi yaranır. Ümumiyyətlə, mən sizə bir söyləyim var, homolitik qırılma, heterolitik qırılma. Alkenlərin hidrogen halogentlərlə su ilə reaksiyası heterolitik qırılmadır. Bu proses sxematik olaraq, bax, mən dediyim kimi də ispat edirik. Yəni, burada, məsəl üçün, hidrogendən bütün elektronlar, bax, belədir də, hidrogenin bir elektronu var.
Bromun da deməli 1 2 3 4 1 2 3 4 5 6 bir tek elektron burada var. Aha. Bir tek elektron da kimdə var? Deməli bromda var. Ay sağ ol. Və beləliklə elektronlar broma tərəf çəkildiyinə görə hidrogen nisbətən müsbət, brom isə nisbətən mənfi yüklənmiş olur. Alkenlərdə birləşmə reaksiyası 2 mərhələdə baş verir. Birinci mərhələdə hidrogen iyonu 2 qat rabitən p elektronlarla qarşı təsirdə olaraq karbokationa çevrilir. Məsəl üçün karbokation necə olur? Məsələn bu alkendir, belə deyək də. Deməli bu alkendir. Alken üzərinə hər hansı bir hidrogen iyonu gəldikdə, gələn kimi müsbət iyona çevirmə. Buna deyirlər karbokation. Yəni karbon burada müsbət yüklənmiş iyona nə ayırır? Çevrilir. Sonra ikinci mərhələdə isə karbokation brom anyonu ilə qarşılıqlı təsirdə olur. Yəni sizin gördüyünüz bax bu birləşmə yenidən brom ilə qarşılıqlı təsirdə olduğu anda, mən indi onu belə səliqəli çəkim, olduğu anda həmişəki qaydanı yenə yazaq belə. Bax belə əzizlərim. Və beləliklə göründüyü kimi hidrogen halını götürən alkenlərə birləşməsi iyon mexanizmi ilə gedir. Bax belə. Markovnikov qaydasına keçid aldıq. Markovnikov qaydasına görə hidrogeni çox olana, halogenlər isə hidrogeni az olan karbonlara birləşirlər. Gəlin biz onu daha dərinlə, dəqiq sizlə öyrənək. Məsəl üçün mən bir dənə sizə nümunə kimi göstərmək istəyirəm. Məsələn propenin. Gəlin baxaq. Propeni biz yazdıqda CH2 2 qat rabitə CH, CH3. Məsələn bunun üzərinə H-brom gəlmək istəyirəm. H-brom gəldikdə hidrogeni çox olana, brom isə hidrogeni az olana gedək. Bu zaman CH3, CH-brom və CH3 birləşməsi əmələ gəlir. Markovnikov qaydasına görə qeyri-simmetrik alkenlərdə, bu alken qeyri-simmetrikdir də, alkenlərə hidrogen məsələn halogentlərlə birləşmə zamanı 2 qat rabitəli karbon atomunda hidrogeni çox olan karbon atomlu hidrogeni az olan karbon atomu isə halogen birləşməsi daha məsləhətlidir. Məsələn propanı ilə H